Qəbul imtahanına düşə biləcək, ekranda gördüyünüz kinetik enerjiyə aid olan sualın izahına sizlərlə bir yerdə baxaq. Şərtdə deyilir ki, kütləsi 10 kq olan cismin 40 Newton qüvvənin təsiri ilə 80 joule kinetik enerji almasına sərf olunan zamanı hesablayın. Başlanğıc sürət V0 bərabər 0 verilib. Deməli, bizə şərtdə verildi kütlə M bərabərdir 10 kq-dır və qüvvə verildi F bərabər 40-dır. Buradan A-nı tapa bilərəm təcili. A bərabərdir F bölək M. F-im 40, M 10-dur. Sıfırlar getdi, qaldı 4. Deməli, təcilimiz oldu 4 metr bölək saniyə kvadratı. Kinetik enerjinin düsturunu biz bilirik. Kinetik bərabərdir M V kvadratı bölək 2-dir. Biz bilirik ki, Vx bərabərdir V0x plus Ax t-dir. İndi burada başlanğıc sürət V0 0 verildiyindən burada qalacaq V bərabərdir AT. Gətirib bax, burada yerinə yazsaq olacaq M vurulsun A kvadratı T kvadratı bölək 2. İndi buradan gəlin T kvadratını tapaq. Necə taparım? Əlbəttə ki, bax, M vuraq A kvadratı, vuraq T kvadratı bərabər olacaq 2 vuraq Y kinetiki. Y kinetiki vururuq 2-yə. Buradan T kvadratını tapanda olacaq 2Y kinetik bölək M vurulsun A kvadratı. T-ni tapanda gördüyümüz bu ifadə kök altına düşəcək. Yəni kök altında 2Y kinetik M vuraq A kvadratı məxrəcdə. Yerinə yazaq, indi 2 vuraq, kinetik enerjimiz oldu 80 joule, 2 vuraq 80, bölək kütləmiz M 10, təcili tapdıq 4. 10 vurulsun 4-ün kvadratı, yəni 16. 80 və 16-nı ixtisar aparıram, məxrəcdə 1, sürətdə qalacaq 5. Baxın, 5 vuraq 2, 10 verəcək. Məxrəcdəki ondan da ixtisar gedir axı. Onda qalacaq 1. Deməli, cavab olacaq 1 saniyə C bəndi.